Zaman keçib, qum tökülüb qurtarıb və o hadisə keçmişdə qalıb. Amma zehniniz üçün hələ də davam etməkdədir. Travma bir hadisədir. Posttravmatik stres isə hadisənin təsirinin davam etməsidir. Hadisə çoxdan baş verib və üstündən illər keçib, amma birdən bir səs, bir insan və ya bir qoxu həmin travmanı tətikləyir və eyni stresi təkrar yaşayırsan. Ürək sürətlənir, əllər titrəyir, içində gərginlik baş qaldırır. Axı bu keçmişdə qalıb. Mən niyə hələ də belə reaksiya verirəm deyə özünə əsəbləşirsən. Bir problemi iki edirsən. Əslində bu normal müdafiə reaksiyasıdır. Problem ondadır ki, sistem işləməyə davam edir. Travma zamanı sistem özünü kilitləyir və hadisə bitsə də kilit açılmır. Evə oğru girməməsi üçün qapını kilitləmək məntiqlidir. Amma artıq oğurluq bitib, oğru gedib, sən isə qapını bağlı saxlamağa davam edirsən. Bu vəziyyətə posttravmatik stres deyilir və bu zəiflik deyil. Bu müdafiə mexanizminin işini axıra çatdırmadığının göstəricisidir. Beyin üçün xatırlanan təhlükə ilə real təhlükə arasında fərq çox zəifdir. Ona görə də xatirə gələndə bədən reaksiya verir. Ancaq yaxşı xəbər odur ki, hər bir neqativ xatirəni doğru müdaxilə ilə cəmi bir neçə dəqiqə ərzində neytrallaşdırmağı bacarıram. NAT texnikalarının əsas gücü məhz bundadır. Tələbələrimə bu bacarıqları öyrədəndə onların heyrətlənməsi çox xoşuma gəlir. Yəni hadisəni xatırlayırsan, amma emosional yük sıfırlanır. Bədən simptomları bir dəfəlik yox edir. Bu zaman keçmiş dəyişmir. Keçmişin sənin həyatına təsiri dəyişir. Bir çox insanın buna inanmamasının səbəbi odur ki, onlar travmatik xatirələrdən çox əziyyət çəkiblər. Ondan yaxa qurtarmağa çox çalışıblar, amma nail ola bilməyiblər. Ona görə də elə şeylər var ki, unutmaq mümkün deyil deyirlər. Ancaq travma sənin taleyin deyil. Travma asanlıqla dəyişdirilə bilən zehni proqramdır. Sadəcə gərək yolunu biləsən. Fikirləriniz çox dəyərlidir.